Dekabrın 29-da Ağcabədi rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsində tədbir keçirilib. Tədbir Ağcabədi rayon icra hakimiyyətinin təşəbbüsü ilə Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulluğu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən Ağcabədi rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsinə ixtisaslaşmış səyyar nəqliyyat vasitəsinin verilməsinə həsr olunub. Tədbirdə Ağcabədi rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Elnur Abdullayev açılış nitqi ilə çıxış edərək layihənin əhəmiyyətindən danışıb, bu layihənin gələcəkdə səhiyyə xidmətlərinin daha əlçatan olmasına böyük imkan yaradacağını vurğulayıb. Daha sonra Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafel Hüseynov çıxış edib. Rayon rəhbəri bildirib ki, təqdim olunan səyyar avtomobil ana və uşaq sağlamlığının qorunması, uzaq kəndlərdə yaşayan və şəhərə gəlməkdə çətinlik çəkən vətəndaşlara, xüsusilə hamilə qadınlara və uşaqlara tibbi xidmətin yerində göstərilməsini təmin edəcək. Həmçinin qeyd olunub ki, avtomobil müasir tibbi avadanlıqlarla təchiz olunub. İçərisində prototip ultrases müayinəsi aparatı, süni tənəffüs aparatı, xərək və digər ilkin tibbi yardım ləvazimatları mövcuddur. Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Pərvin Mirzəyeva və şəhər sakini Fəridə Mamedova da çıxış edərək səyyar tibbi xidmətlərin əhali üçün rolundan danışıb, göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda səyyar ambulans Kəhrizli kəndində ilk müayinələrin aparılması üçün yola salınıb. Tibbi briqadaya daxil olan Ailə Sağlamlıq Mərkəzinin ginekoloqu Familə Məmmədova, pediatr Rəsmiyə Qəhrəmanova, terapevt Nurlana Cəfərova və laborant Ehtiram Fətəliyevin iştirakı ilə Kəhrizli kəndində müayinələr aparılıb. Sakinlər bu təşəbbüsə görə bütün təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.